Deməli, bizə verilən qrafik budur. Y bərabərdir 9x minus 5. Buna paralel olması üçün k-ları eyni olmalıdır. Və yaxud da a-ları yəni. Eyni olmalıdır. B-ləri isə fərqli olmalıdır. Bu şərt ödənməlidir. Yəni, y bərabərdir. K x-in qarşısında duranda, onda 9x qalmalıdır. Amma b-si fərqli olmalıdır. Yəni, mənfi 5-dən fərqli. İstəsəz müsbət 5 yazarsınız, istəsəz mənfi 3 yazarsınız, istəsəz müsbət 7 yazarsınız. Yəni, heç bir fərqi yoxdur artıq. B-yə, amma bir dənə mənfi 5-dən fərqli olsun. Nə istəsəz yaza bilərsiniz. Kəsən. Kəsəndə isə deməli A-lar, yəni və yaxud da K-lar fərqli olmalıdır. B-lərin isə fərqi yoxdur. Eyni də ola bilərlər, fərqli də ola bilərlər. Onda y bərabərdir 9 olduğuna görə biz bunu artıq dəyişməliyik. İstəsək 4 yazarıq, istəsək 10 yazarıq, 3 yazarıq, mənfi 7 yazarıq, fərqi yoxdur. Yəni. Məsələn, mən 3x minus 8 yazıram. Və yaxud da istəsəz minus 5 kimi də saxlaya bilərdiniz. Çünki B-lərin artıq kəsən olması üçün B-lərin fərqi yoxdur. İstədiyiniz kimi saxlaya da bilərsiniz, dəyişə də bilərsiniz.